2023-cü ilin sentyabr ayı. Azərbaycan ordusu öz torpaqlarında qanunsuz silahlı birləşmələrə qarşı lokal antiterror əməliyyatına başladı. Bu təkcə hərbi əməliyyat deyildi. Bu, dövlət iradəsinin, xalq birliyinin və haqqın sarsılmaz gücünün təcəssümü idi. Cəmi 23 saat 43 dəqiqə davam edən bu əməliyyatlar nəticəsində düşmən tam təslim oldu. Bu zəfərlə Azərbaycan yalnız ərazi bütövlüyünü bərpa etmədi, suverenliyini tam və birmənalı şəkildə elan etdi. Əməliyyat zamanı qəhrəman əsgərlərimiz təkcə torpağı yox, ədaləti, ləyaqəti, qüruru azad etdilər. Bu qəhrəmanlardan biri də Həsənov Kərəm Akifovludur. O 1996-cı il yanvar ayının 1-də Gəncə şəhərində anadan olmuşdur. Kərəm Həsənov 2002-ci ildə Gəncə şəhəri Mircəlal Paşayev adına 39 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olur. O kiçik yaşlarından hərb sənətinə böyük maraq göstərir, məktəb daxili hərbi qrup olan Şahinlər qrupuna üzv olaraq hərbi təlimlərinə qoşulur. Kərəm 2013-cü ildə orta məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olur və 2017-ci ildə Hərbi Akademiyanı müvəffəqiyyətlə bitirir. O, zabit kimi hərbi xidmətə başlayır. Kərəm Həsənov 44 günlük böyük vətən müharibəsində xüsusi qəhrəmanlıq göstərir. O, Suqovuşanın və Ağdam rayonunun, eləcə də digər ərazilərimizi işğaldan azad edən döyüşlərdə iştirak edir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən döyüşdə fərqlənməyə görə cəsur döyüşçü medallara təltif olunmuşdur. İkinci Qarabağ müharibəsindən sonra Kərəm Həsənov 2022-ci ildə Komando briqadasına qoşulur və Qubadlı rayonunun Muradxanlı kəndində zabit kimi hərbi vəzifəsinə davam etməyə başlayır. Kərəm Həsənov Azərbaycan Silahlı Qüvvələrinin başlatdığı antiterror tədbirləri nəticəsində 20 sentyabr 2023-cü ildə Xocavənd rayonunda gedən şiddətli döyüşlər zamanı şəhid olur. Kərəm Həsənov 22 sentyabr 2023-cü ildə Gəncə şəhərində Şəhidlər Xiyabanında təntənəli mərasimlə dəfn edilib. Ailəli idi, bir övladı yadigar qalıb. Baş leytenant Kərəm Həsənov Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə 3-cü dərəcəli Vətənə Xidmətə görə ordeni və Vətən uğrunda medalı ilə təltif edilib.